Bugün Bakıda Ada Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci Ada Siyasi Forumu keçirilib. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ermənistan beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana təhvil verilmiş minalanmış ərazi xəritələrinin düzgünlüyünü yoxlamağa hazırdır. 28 may stansiyasından qatarların Dərnəgül stansiyası istiqamətində hərəkətinə məhdudiyyət Cəfər Cabbarlı Nizami mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Prezident İlham Əliyev 7-ci Ada Siyasi Forumunda İrandakı səfirliyimizə qarşı həyata keçirilən terror aktından danışıb. Hərbi prokuror kimi səlahiyyət müddəti başa çatan Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq. Çin ABŞ-dən ixal olunan məhsullara tətbiq olunan rüsumları 84%-ə qədər artırıb. Sumqayıtda qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb. Azərbaycan-Yaponiya Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib. Lökbətanda palçıq vulkanı püskürüb. Aprelin 10-da temperatur kəskin şəkildə dəyişəcək. Ermənistanda hərbiçi mina düşüb.